Herkese salam. Bu videomda size 7. sınıf 1. hissə kitabında olan rasional ədədlər mövzusuna aid tapşırıqların izahını təqdim edəcəyəm. Gəlin baxaq burada nə deyir. Araşdırma və müzakirədə şərt belədir. Şəkildə bütün obyektlər bir düz xətt üzərində yerləşir. Kitabxana və market, muzey və məktəb dayanacaqdan eyni məsafədədir. İndi birinci sualımızda deyir, bu obyektlərin birinin koordinatına görə digərinin koordinatını necə tapmaq olar? Eyni məsafədədirsə koordinat başlanğıcına görə də, yəni dayanacaqdan. Burada bizim koordinat başlanğıcımız dayanacaqdır. Dayanacaqdan eyni məsafədə olduğuna görə bizim koordinat başlanğıcımızın sağı müsbət, solu mənfidir. Eləmi? Eyni məsafədə olsa əgər, burada onda bir-birinə əks ədədlər alınacaq. Məsələn, baxaq, kitabxana mənfi 1,2-də 1-dir. Marketin onda olacaq 1,2-də 1. Yəni deyir, eyni məsafədə. Biri müsbət, biri mənfidir. Sonra nə var idi burada? Muzey və məktəb. Muzeyin verilməyib, məktəbin verilib. Məktəb 2-də 1-dirsə, muzey mənfi 2-də 1 olacaq. Bank və aptekin dayanacaqdan eyni məsafədə yerləşdiyini necə izah etmək olar? Bank mənfi 2,4-də 1-dir. Apteki isə 2,4-də 1-dir. Bu o deməkdir ki, hər ikisi sıfırdan eyni məsafədədir. Sadəcə biri mənfi, yəni bank mənfi, aptek isə müsbət istiqamətdə yerləşir. İndi fikirləşdə nə deyir? Ədəd oxundan istifadə etməklə mənfi 4-də 3 bərabər 4-də olduğunu necə izah etmək olar? Mənfi işarəsi ədədin əksini tapmaq deməkdir. 2 mənfi işarənin əksi müsbət nəticə verir. Məsələn, buradakı mənfinin, yəni əksi müsbət olacaq. Bunu istəyirsiniz bir qayda kimi də yadınızda saxlayın. Baxın, indi sizin üçün qayda yazacağam. Deməli, müsbət, yəni eyni işarələrdən müsbət çıxır. Yan-yana eyni işarə olanda. Bu əslində yazılmır. Belə bir yazı yoxdur. Sadəcə suallarda düşərsə deyə yazdım. 2 mənfi yan-yana deyə bayaqçı kimi, fikirləşdə yazıldığı kimi. Mənfi 4-də 3. 2 mənfi yan-yana olarsa, yenə eyni işarədən müsbət çıxır. Amma biri müsbət, biri mənfi olarsa, işarəmiz mənfi. İndi müsbət qarşıdan mənfi sonra da ola bilər. Burada da işarəmiz mənfi götürülür. Birə baxaq. Verilən ədədlər sırasından müsbət ədədləri, A müsbət, B mənfi ədədləri. Mən müsbətləri qırmızı ilə dairələyəcəm. Mənfiləri isə yaşılla dairələyəcəm. Ən birinci müsbətləri seçək. Müsbət 3-də 5, 2-də 9. 2 mənfi yan-yana demişdik müsbətdir. 2 mənfi yan-yana yenə müsbətdirsə, onda bizim müsbətlərimiz 3-də 5, 2-də 9, 11-də 5, 1,10-da 2-dir. Mənfilərimizi də yaşıldan qeyd edək. Mənfi 4-də 1, mənfi 8-də 7, mənfi 0,3, mənfi 0,10-da 7. 2-də boş xanalara müsbət və ya mənfi işarəyə uyğun olanını müəyyən edin. Bayaq işarələr yazmışdım, 4 dənə qayda. Onu istifadə edə bilərsiniz. Mənfi müsbəti yan-yana mənfidir. Mənfi verir bizə. 2 mənfi yan-yana müsbətdir. 3 dənə mənfi yan-yana. Bu mənfilərdən müsbət çıxır. Yenə mənfi gəldiyinə görə mənfi olacaq. Burada müsbət 5-də 6 alınıb. Deməli, mənfinin əksi. 2 mənfidən, yəni yan-yanadan müsbət 5-də 6 çıxar. 3-ə baxaq. Koordinat oxunda boş xanalara uyğun kəsirləri tapın. Burada necə eləyəcəyik? Bax, bunu belə istifadə edə bilərik. Deməli, 0 başlanğıc buradır. Koordinat başlanğıcı 0 olan nöqtəmizdir. 0-dan mənfi 1-ə qədər nə qədər xətt var? 1, 2, 3, 4, 5. Deməli, 5 bölgü aparılıb. 1-ə doğru 1, 2. Əslində, buradaya kəsirlərdən də görünür. 5-də 1, 5-də 2, 5-də 4. Sadəcə yazılmasaydı, belə də hesablaya bilərdiniz. 5 bölgüdə 1-ə doğru aparılıb. Onda hər bir bölgü 5-də 1 vahidə uyğun gəlir. Yəni, belə mənfiyə doğru yazsaq, bura olur mənfi 5-də 1. 5-də 1. Digər tərəf mənfi 5-də 2.
Bura olur. -5-də 3-dən sonra -5-də 4. Eyni qayda müsbət istiqamətləri yazaq. 5-də 2 var, 5-də 3 gələcək. Aydın oldusa, davam edək. Qeyd edim ki, uşaqlar, bu ekranda gördüyünüzdən əlavə mən bunları PDF şəklində də həlləri hazırlayıram. Bu PDF-in birinci hissənin satışı PDF şəklində göndərsəm 5 AZ-nin təşkil edəcək. Yəni, əlaqə nömrəsi qeyd etmişəm. Hazırlıq üçün olan əlaqə nömrəmlə də WhatsApp üzərindən yazaraq PDF-ləri əldə edə bilərsiniz. Yəni, bütöv kitabın birinci hissənin həlli olacaq. Sonra daha izahlı şəkildə olacaq. Yəni, burada ekranda bəlkə qarışıq görünə bilər sizə, amma orada daha izahlı, vərəqin üzərində daha izahlı yazılmış olacaq. Bu haqda daha ətraflı dərslərin sonunda, yəni PDF-i bir neçə səhifəsini daha ətraflı sizlərə təqdim edəcəyəm. Bütöv kitabın sonunda yekunlaşdıranda təqdim edəcəyəm. 4-də verilən rasional ədədlərin müsbət yoxsa mənfi ədəd olduğunu müəyyən edin və əksini yazın. Baxın, yuxarı müsbətdir, aşağı müsbəti mənfiyə böləndə mənfi alınır. 5-də 2. Biraz səliqəsiz oldu. 5-də 2. 2 mənfi yan yana, yəni bölmə şəklində də vurma ilə bölmənin qaydası demək olar eynidir. Müsbət 3-də 4. Bu mənfi 4-də 3. Mənfi 12, mənfi 5. Belə baxsaq, müsbət. 2 dənə mənfi yan yana oldu. 2 dənə, ona görə müsbət verir. Burada da müsbət 4-də 7 olacaq. Və müsbət 15-də 4 olacaq. Davam edək. Deyir ki, verilən rasional ədədlərin məxrəci natural ədəd olmaqla ixtisar olunmayan kəsr şəklində yazın. İxtisar olunmayan. Burada nümunə verilib. Baxın, -45-də 30. Hər ikisində ixtisar olan ədədi, yəni vurğu götürüb. -15, 30-un da içində var, 45-ində. 30-u 15-ə böləndə 2 qalır, 45-i 15-ə böləndə 3 qalır. Biz eyni bu qayda ilə istifadə edib, burada olan misallarda bir-bir yazmalıyıq. Gəlin, baxaq, yazaq. 32-də 24. Bilirsiniz, bunu necə ayıra bilərik? 32 ilə 24-ün ortaq vurğu neçədir? 8. -24-ü böləndə hər ikisi mənfi olduğuna görə, onda hər ikisindən -8-i çıxaraq. Hər ikisindən -8-i çıxaraq olsun 3. Burada da -8-i çıxarsaq olacaq 4. Və ixtisarlarımızı aparsaq, -8-lər ixtisar gedir, qalır 4-də 3. -51-də 34-də baxaq. Hər ikisində ortaq vuruq 17-dir. 2 vur 17 biz yaza bilərik 34-ü. -3 vurulsun 17 yaza bilərik 51-i. İxtisarlarımızı aparsaq 17-lər ixtisar gedir, -3-də 2. Sonra davam edirik. Belə. Sonra gəlir 75-də 50. -75-də 50. 75-dən 50-nin ortaq vuruğu 25-dir. 50-ni 25 vurulsun 2. 75-i isə hər ikisi mənfidir, bunların. Hər ikisindən -25 götürək onda. 75-də də -25 olur 3. Burada 25-lər ixtisar getdi, qaldı 3-də 2. -21-də 28. 21-dən 28-in ortaq vuruğu 7-dir. Burada 7-ni -3-ə 21 üçün yazırıq. 7-ni 4-ə vururuq, 28 üçün yazırıq. Və ixtisarlarımız 7 aparılır, qalır -3-də 4. İndi isə davam edək. Deməli, 21-də 8-i yazmışıq bu tərəfdən. -10-da 8 kimi yazaq. Bunu adi kəsir kimi yazaq. 8-dən 10-un ortaq vuruğu 2-dir. 2-dir. Bunu -4 kimi də yazmalı. Fərqi yoxdur, mənfini surətə ya məxrəcə aid etməyimizin. Burada heç bir fərqi yoxdur.
İkilərimizi ixtisar aparırıq. -5/4. İndi davam edək. 0,75. %75. Ortaq vuruq 25'dir hər ikisində. 75 üçün 25 vurulsun 3. 100 üçün 25 vurulsun 4 yaza bilərik. Və hər ikisindən 25 ixtisar aparırıq 4/3. -2,5. 10/25. Yenə deyirəm, mənfinin burada surət və ya məxrəcə aid olmasının önəmi yoxdur. -5 vurulsun 5 kimi 25'i yazaq. 5 vurulsun 2 kimi 10'u yazaq. Və uyğun ixtisarlarımızı aparsaq, -2/5 alınır. Sonra davam edirik. %125. Burada da mənfinin hansına aid olmağının önəmi yoxdur. %25'lərimizi ixtisar aparırıq. Aha, mənfini belə yazdım. Olsun, bu mənfini elə 5'ə aid eləyərik burada. Hə, olsun nə? -4/5. Aydın olsa davam edək. Deməli, növbəti səhifəyə keçək. Burada nə deyir? Burada boşxanalara uyğun tam ədədləri tapın deyir. Gəlin baxaq. Deməli, 16'nı 2'yə böləndə 8 alınır. -14'ü 2'yə bölsək, -7. -7'ni 3'ə vurublar, 21 alıblar. 8'i 3'ə vuranda 24. -28'i burada 14. Əslində burada mənfi var. Bu mənfinin yenə deyirəm, surət və ya məxrəcə aid olmasının önəmi yoxdur. 2'yə bölünürsə 42 də 2'yə bölünəndə -21. 21'i 7'yə bölüblər. 3 alınıb. 14'ü də 7'yə böləndə 2. Eyni qayda ilə 3'ü 2'yə vurublar. 6. 4'ü də 2'yə vursaq 8. Bu mənfini yazmalıyıq. Bu mənfini. 8'i 2'yə 16. 6'nı da 2'yə 12. Davam edək. Burada bu mənfilər müsbətə gedəcək. Yəni bunu müsbət. Qarşıdakı mənfi qalır. 27'ni 9'a bölüblər 3 alınıb. 36'nı 9'a bölünəndə 4. 4'ü 2'yə vurublar. 8 isə 3'ü də 2'yə vuranda 6. Aydın oldusa davam edək uşaqlar 7 ilə. 7'də nə deyir? Verilən ədədlərə bərabər kəsirləri yazın. Məxrəci 18 olsun. 9'u 2'yə vuranda 18 eləyirsə, 1'i də 2'yə vuracaq. 18'də 2. Bu -18'də 3. 6'nı 3'ə vururuq. Burada iki mənfi yan yana müsbətə çevrilir. 18, 3'ü 6'ya vurmuşuq. 5'i də 6'ya vuranda 30. Və burada -4'ü belə yazacağıq. 18. Bunun məxrəci 1 şəklindədir. Eləmi? 1'i 18'ə vurmuşuq. 4'ü də 18'ə vuranda 72. Məxrəci 24 olan 6'nı 4'ə vuranda 24 olursa 5'i də 4'ə vuranda 20 olacaq. Burada -6'nı 4'ə vuranda -24. 7'ni 6'ya vuranda 42. 2 mənfi yan yana müsbətdir. 24'də 34. Bunun məxrəci 1 kimi baxsanız, 3'ü də 24'ə vuranda nə eləyir? 72. Mənfini də unutmayaq. Bunu belə daha aydın yazım sizin üçün. -24'də 72. Belə. Keçdik 8'ə. Koordinat oxunda qeyd edilmiş nöqtələrin koordinatlarını müəyyən edin. Bölgüyə baxaq. Bayaq əvvəlki səhifədə izah eləmişdim bölgünü. 0'dan -1'ə kimi neçə bölgü gedib? 1, 2, 3, 4. Deməli, 4 hissəyə bölünüb. C olacaq onda 4'də 1, -4'də 1. Bunu mənfi şəkildə yazaq. B olacaq -4'də 2. D'miz 1 tamı keçib. 1 tam müsbət istiqamətdə olduğuna görə 4'də 1. Burada davam edib. Burada 5 bölgü gedib. 1, 2, 3, 4, 5 bölgü. Mənfi istiqamətdə C -5'də 1, -5'də 2, -5'də 4. Burada 1 tamı keçib H olub. H 1 tamı keçdiyinə görə 1 tam 5'də 1. Bu da belə sadə. 9'a baxaq.
Damalı vərəqdə 6 damanı bir vahid qəbul etməklə koordinat oxu çəkin və verilən nöqtələri üzərində qeyd edin. Biz indi damalı dəftər olmadığına görə burada yazacağım. Siz damalı dəftərdə 6 damanı bir vahid. 0, 1, 2, 3, 4, 5, 6. Bura bizim birimizdir. Mənfi birimizdir. Sonra 1, 2, 3, 4, 5, 6. Müsbət birimizdir. İndi nə istəyir bizdən? Deyir A 6-da 5. Müsbət istiqamətdə. Bunda bizim A'mız buradadır. 6-da 5'imiz də burada. Hə. Sonra B 6-da 1. B'miz buradır. 6'da 1'imiz də bura. C mənfi 6'da 1. D mənfi 1 tam 2'də 1. Y mənfi 6'da 5. Bir mənfi 1'ə yaxın olan damada mənfi 6'da 5. Bu qədər. İndi isə davam edək. 10. Təklifin doğru yaxud yanlış olduğunu nümunələr göstərməklə əsaslandırın. Gəlin baxaq ona. Deyir A-da hər bir natural ədəd rasional ədəddir. Bəli, natural ədədlər, tam ədədlər hamısı rasional ədəddir. Bu doğrudur. Doğrudur. Natural ədədlər hansılardır? 5, 6, 100, 1000. Bunlar hamısı rasional ədədlərdir. Hər bir tam ədəd rasional ədəddir. Bu da doğrudur uşaqlar. Mənfi, müsbət, bütün tam ədədlər hamısı rasionaldır. Mənfi 20'yi götürə bilərsiniz misal. Mənfi 20. Elə bu naturalın da misallarını yazaq. 5, 10, 1000. Mənfi 20. Mənfi 5. 34. Fərqi yoxdur. İstədiyiniz ədədi yaza bilərsiniz. C'də hər bir rasional ədəd tam ədəddir. Yanlış. Kəsir ədədlər, rasional ədədlərə kəsir ədədlər də aiddir. Kəsir ədədlər tam ədədlər deyil. Tam ədədlər hansıdır? Mənfi ədədlər, 0 və müsbət ədədlər. Bunlar tamdır. Bu misalları göstərsək tam ədədlər olmur. D-də hər bir tam ədəd natural ədəddir. Xeyr, hər bir tam ədəd natural ədəd deyil. Mənfi tam ədədlər natural ədəd deyil. Mənfi 10, mənfi 20. Bunlar tam deyil. İndi isə 11'ə baxaq. Boş xanalara daxildir və daxil deyil işarələrindən uyğun olanı müəyyən edin. 5 daxildirmi natural ədədlərə? Bəli. 5,5 kəsr ədəddir, daxil deyil. Mənfi 5 rasional ədədlərə daxildir? Bəli. Mənfi 5 daxildir. 2,3 mənfi tam ədədlər kəsr ola bilməz. Daxil deyil. 0 natural ədəd deyil. Daxil deyil. 5'də 1 rasional ədəddir, düzdür. Kəsirlər aiddir. İstər mənfi, istər müsbət. Kəsir hamısı rasionaldır. Amma tam ədəd deyil kəsirlər. Mənfi 5 də natural ola bilməz. Natural ədədlər müsbət olur. Çünki əşyaları saymaq üçün istifadə edilir. Sonra 12'də səbinə mərkəzi koordinat başlanğıcında olan R radiuslu çevrə çəkdi. Bu çevrə ilə koordinat oxu hansı koordinatlara uyğun nöqtələrdən kəsişər? Baxın, radius R. Bura mənfi R'dir. Bura müsbət R. Deməli, hansı koordinatlara uyğun nöqtələrdə kəsişər? Bu çevrə ilə koordinat oxu. Baxın, kəsişmə buranı deyir. Bir bu tərəf. Bunu mən sizə biraz fərqli rəngdən göstəreyim. Bir dəqiqə, fərqli rəngdən göstəreyim. Baxın, kəsişməsi. Deməli, mənfi R və R-də kəsişir. Davam edirik. 13'də verilmiş ədədlərin modulu. Modul nədir? Moduldan heç zaman mənfi ədəd çıxmır. Müsbətin də modulu müsbətdir. Mənfinin də modulu müsbətdir. Mənfidən 15'də 8, 9'da 7. Bunu modulda göstərsək, yəni bunları modulda yazmalısınız dəftərinizə. 5'də 14, 6'da 1, 7'də 4,
və 3-də 8-in modulu 3-də 8. Mənfi 0,6-nın modulu 0,6. Sadəcə müsbət formada yazmaq istəyir sizdən. 14-də modulu 4-də 2-yə bərabər olan ədədlər. 4-də 2-nin mənfisi və 4-də 2-nin müsbəti. Yəni mənfi 4-də 2-dən də 4-də 2 çıxacaq. Müsbət 4-də 2-dən də 4-də 2 çıxacaq. Bunu istəyirdi sizdən. Sonra modulu 7-də 4. Bu da eyni qayda ilə. Mənfi 7-də 4-dən müsbət 7-də 4. Mənfi 7-də 4-ün də modulu 7-də 4-dür. Müsbət 7-də 4-ün də modulu 7-də 4-dür. Bu qədər sadə. Davam edirik. Sonra müqayisə edin deyir 15-də. Mənfi 2-də 3-dən 2-də 3 müsbət çıxacaq. 1,8-də elə müsbət. Deməli 2-də 3 böyükdür. Burada da mənfiləri atıb müsbət formada baxırsınız. Onda 6-da 7 böyükdür. Mənfini atsaq 0,8 böyükdür. Burada ortaq məxrəc eləsək. 4-ü 5-ə vurduğumuz üçün 3-ü də 5-ə vuruq. 15. 5-i 4-ə vurduğumuz üçün 4-ü də 4-ə vuruq. 16. 5-də 4 böyükdür. Burada hər ikisinin mənfisini atırıq moduldan, çünki mənfisini atıb çıxacaq. Vergüldən sonra 2 rəqəm gəlir, vergüldən sonra 1 rəqəm 0 ilə tamam eləyəndə. Birinə 10 kimi baxın, o birinə 0, 1 kimi. Onda 10 böyükdür. Sonra hesablayın deyir. Moduldan demişdik ki, müsbət çıxır. Bunu müsbət formada çıxarıb sadəcə hesablayasınız. 3-də 1. 3-də 1 ortaq məxrəc 6-dır. 6-da 2 deməkdir. Bu da olur 6-da 3. Bu da aydındır ki 3-dən 6 ixtisar gedir. Cavab olur 2-də 1. Hər ikisi müsbət olur. 8-də 7-dən 8-də 7 çıxırıq. 0. 1,2 vurulsun. 0,5. 12-ni 5-ə vuranda 60 eləyir. Eləmi? Bilirik ki 60 eləyir. Amma vergüldən sonra 1 rəqəm 1,2-də, vergüldən sonra 1 rəqəm 0,5. 2 rəqəm gəlməlidir vergüldən sonra. Sürüşdürəndə 0,6 alınır. Burada bölmə olduğuna görə tərsinə vuracağıq və ixtisarlarımızı aparacağıq. Deməli 3 8-ə bölünəndə bu da 2-də 3. Görürsünüz, burada 3-lər də ixtisar gedir. Sadəcə 2-də 1 qalacaq. İndi isə baxırıq 17-yə. Düzbucaqlı formada qapının eni və hündürlüyü eyni çubuqla ölçdülər. Qapının eni 3 çubuq, hündürlüyü 7 çubuq uzunluğunda oldu. Bu qapının eni 1 metr olarsa hündürlüyü neçə metrdir? Əgərlərim 3 çubuq 1 metrə bərabərsə, bir çubuğumuz onda olacaq. Bir çubuğumuz. Bu 17-nin həllidir. Bir çubuğumuz bərabər olacaq 3-də 1 metrə. Eləmi? İndi deyir ki, hündürlüyü 7 çubuq olduğunda, uzunluğunda oldu. Hündürlüyü neçə metrdir? 7-ni vursaq 3-də 1-ə. Bir çubuğumuz 3-də 1-də axı. 3-də 7 metr alacağıq. Bu 17-nin həlli. 18-də nə deyir? Robotun hər addımı 7-də 1 vahidə bərabərdir. O başlanğıc anda 0 nöqtəsindədir. A-da 2 addım irəli komandasını icra etdikdən sonra robot hansı nöqtədə olar? 18-in həllini belə yazaq. 18-in A-sında. Deməli 2 addım irəli. 7-də 1-dən 2 addım irəli. İrəlidirsə bu, görürsünüz ki, irəli getməyi müsbət istiqamətdir. Əks getməyi, geri getməyi mənfi istiqamətidir. Müsbət olduğuna görə 0-dan 2 addım irəli, yəni 0 üstə gəl 7-də 2, cavab olur 7-də 2. B-də 5 addım geri 0-dan çıxacağıq onda 5 vurulsun 7-də 1, yəni 7-də 5-i çıxırıq, mənfi 7-də 5. 19-a baxaq. 19-da deyir ağacın gövdəsində dələnin yuvası şaquli ox üzərində o koordinat başlanğıcına sərçə S1,7 tırtıl T mənfi 1,5-də 3 nöqtəsinə uyğundur. Dələnin yuvasına hansı daha yaxındır? Sərçə yoxsa tırtıl?
Sərçənin yuva ilə məsafəsi modulda götürsək, çünki məsafə mənfi ola bilməz. 1,7. Bunu 10,17 kimi yaza bilərik. Bu sərçədir. Tırtıl üçün isə mənfi 1 tam demişdik axı, məsafə mənfi olmur. Bunu müsbət götürəcəyik. 5-də olacaq 1-i 5-ə 5, üstünə 3 gələndə 8. 10-la ifadə eləsək, yəni sərçəyə görə, sərçədə 10-da 17 olduğuna görə, burada da ortaq məxric eləyəndə 8 2-yə 10-da 16. İndi baxın, 10-da 16 daha çox məsafə eləyir. Yəni 1,7-nin məsafəsi çoxdur, yoxsa 1,6-nın? Əlbəttə ki, 1,7-nin. Belə çıxır ki, tırtıl yuvaya, cavabı belə yazasınız, yuvaya daha yaxındır. Burada cavab tırtıldır. Daha yaxındır.